uşaqlar, mən sizə biologiya fənninin 6-cı sinif dərsi olan 1-ci fəslini izah edəcəm. İlk öncə uşaqlar, gəlin izləyək ki, bu fəsil bizə nə öyrədir? Bu fəsildə bizdə biologiyanın canlılar haqqında bir elm olduğundan, sahələrindən, sistematikasından bəhs ediləcək. Bu arada qeyd etmək istəyirəm ki, mən bu PDF-i şəxsi özüm hazırlamışam. İstəyən olsa WhatsApp qrupuna əlavə edərək orada sizə yönləndirə bilərəm. Bu elə bil ki, PDF-in belə deyək də, mənbələrini mən hardan götürmüşəm, yəni hansı mənbələrdən istifadə eləmişəm desəniz, biologiya, yəni fənninin belə deyək, dərslik kitablarından istifadə eləmişəm. 6-cı sinif dərslik kitabıdır. Başqa vəsaitlərdən istifadə eləməmişəm, çünki imtahana sırf dərslik vəsaitlərindən düşür. Sizə tövsiyəm video izahına baxdıqdan sonra, PDF-i ya istəsəniz oxuduqdan sonra dərslik kitabına baxmanızdır. Çünki əlavə burada söz yığınları yazmamışam. Əsas hissələrə toxunaraq sizə izah eləmək istəyirəm. Gəlin keçək dərsimizə. Uşaqlar, belə deyək, qədimdə bizə, yəni insanlara məlum olan bitkilər aləmi, ən çox yəni gördükləri bitkilər aləmindən heyvanlar aləmi olmuşdur. Bil ki, vətənimizdə çoxlu bitkilərlə heyvanlar vardır. Hansı ki, bunları belə deyək, sonra adlandıracaqlar, nəyə əsasən deyəcəm. Flora fauna adlandırmalarının səbəblərini də bir-bir izah edəcəm. Belə deyək də, bitkilər bir var təbiətimizdə rast gəlinən, yəni vətənimizdə, təbiətimizdə rast gəlinən bitkilər aləmi, heyvanlar aləmi, bir də var respublikamızda rast gəlinən. Biologiya dərsliyində görsəniz, orada dəmir ağacıdır, Lənkəran akasiyasıdır. Baxın, indi burada ikisində şəklini qeyd eləmişəm. Yəni bunlar və də ki, digər heyvanlar aləminə olan vaşaqdır, cüyürdür, bəbirdir. Yəni bir çox heyvanları burada qeyd eləyiblər. Hansı ki, onların adlarını öyrənmənizə ehtiyac yoxdur. Sadəcə üzdən oxuyaraq diqqət yetirmənizi tövsiyə edərdim. Belə deyək də, yəni bizə qədimdən bu aləmlər mövcud idi. Təbii ki də hamımız görürdük. Yəni bu bizə məlum idi. İndi bizim dövr qədim dövr deyil. Yəni biz deyəndə bilin ki, insanlar, yəni qədimdə yaşayan insanları nəzərdə tuturam. Bəs uşaqlar, mən burada Xəzər su itisini niyə qeyd eləmişəm? Biz bilirik ki, hər bir canlı, yəni adi insan özü olsun belə, yəni dünyaya gəlir, müəyyən müddət yaşadıqdan sonra vəfat edir. Təbii ki də insan nəsli bitmir. Yəni hal-hazırda nəsil davam edir. Amma bu bəzi bitkilər və də heyvanlar üçün keçərli deyil. Elə heyvanlar var ki, elə bitkilər var ki, onların nəsli artıq bitmək üzrədir. Baxın, nəsli bitmiş demirəm. Nəsli bitmək üzrədir. Yəni nadir halda rast gəlinir təbiətdə. Yəni var, nadir nə deməkdir? Var, amma az bir halda rast gəlinən. Yəni nadir halda rast gəlinəndir. Yəni bu nə üçün deyirəm, deyəcəm indi. Bu hansı ki, 2 dənə belə deyək, kitab var. Bir var qırmızı kitab, bir var qara kitab. Qırmızı kitab odur ki, bayaq sadaladıqlarım, yəni hansı ki, nəsli bitmək üzrə olan, bitən yox ha, bitmək üzrə olan, nadir halda rast gəlinən, yəni az da olsa var olan bitki, heyvanlar qırmızı kitaba salınır. Qara kitab isə bu 6-cı sinifin axırıncı hissələrində verilməlidir, yəni əvvəlində verilmir. Sadəcə əlavə bir məlumat olaraq deyirəm. Qara kitab isə artıq nəsli bitib, yəni bundan bir dənə də olsun bir növü yoxdur, bir cinsi yoxdur və o artıq qara kitaba salınmışdır. Bu hansı ki gördüyümüz Xəzər su itisi də yeganə Xəzər su itisi, yəni Xəzərdə yaşayan su məməlisidir ki, hansı ki bu da qırmızı kitaba düşmüşdür. Yəni artıq nə deməkdir? Yəni az da olsa var, amma nəsli kəsilmək üzrədir. Bu Dəmirağacın Lənkəran xəstəsi düşməyib. Yəni bunları iki bitkini qeyd eləməmin səbəbi təbiətimizdə rast gəlindiyi üçün. Xəzər su itisində qeyd eləməmin səbəbi qırmızı kitaba düşdüyü üçündür. Bəs flora fauna nədir? Belə deyək uşaqlar, bunların hər ikisi Roma mifologiyasına görə adlandırılır. Mən bunu şagirdlərimə necə tövsiyə edirəm yadda saxlamasını? Hansı ki, bəlkə qız uşaqları belə deyək, uşaq vaxtı baxar Winx Club deyilən bir cizgi film var idi. Orada Floranın adı çəkilirdi. Flora nə idi? Bitkilərlə məşğul idi. Yəni bitkiləri canlandırırdı, bitkilərə qulluq edirdi. Elə adı da oradan götürmüşdü. Yəni Roma mifologiyasına görə çiçək bahar ilahəsi deməkdir.
Bir də uşaqlar sizə bir tövsiyəm əlavə, yəni qəbul suallarına düşmüşdür. Bu hansı dildən götürülmələrinə diqqət edəsiniz. Hansı latın dilindən götürülüb, hansı Yunan dilindən götürülüb. Biz əsasən ikisinə rast gəlinir. Latın, Yunan. Belə deyək, Yunan dili daha çox məşhurdur, amma latın dili təbii ki də belə deyək də, görəcəyik, qabağımıza rast gələcək. Ona görə sizə tövsiyəm latın dili hansıdırsa ona diqqət edəsiniz. Bilin ki, qalanlar Yunan dilidir. Amma ehtimal qarşı o birilərinə də diqqət edəsiniz. Yəni flora nə oldu? Latın dilində çiçək həm də Roma mifologiyasına görə bahar ilahəsi götürülür. Yəni belə deyək də uşaqlar, biz bilirik ki, harda yaşayırıq. Yəni məsələn, biri Avstraliyada yaşayır, biri nə bilim Azərbaycanda yaşayır, biri Türkiyədə yaşayır. Yəni fərqli-fərqli ölkələrdə yaşayırıq, düzdür? Fərqli-fərqli sahələrdə. Yəni müəyyən bir ərazi, düzdür? Biz hamımız müəyyən, yəni müəyyən nədir? Bilinən, düzdür? Müəyyən bir ərazidə yaşayırıq. Mən bilirəm ki, mən Azərbaycanda yaşayıram. Bu müəyyəndir, faktdır, düzdür? Deməli, baxın, həm florada, həm faunada ikisində də bunu istifadə edəcəyik tərif olaraq. Müəyyən ərazidə tarixən formalaşan. Baxın, biz belə deyək, tarixən formalaşmışıq. Düzdür, təkcə insan demirəm, amma yəni bitki, heyvan fərqi yoxdur. Tarixən formalaşaraq inkişaf edirlər. Yəni müəyyən ərazidə yaşadılar və tarixən formalaşdılar. Deməli, ələ alırıq. Müəyyən ərazidə yaşayan, tarixən formalaşan bitki növlərinin cəmi floradır. Fauna isə onun əksi, yəni heyvanlar aləmidir. Nə deyirik? Müəyyən ərazidə yaşayan, tarixən formalaşan heyvan növlərinin cəmi isə faunadır. Bu da Roma mifologiyasına görə meşə, çöl, bahar ilahəsi deməkdir. Bu isə aydın oldusa, indi keçək digər səhifəyə. İndi gəlin bəs biologiya nədir? Uşaqlar, biologiya baxın Yunan dilində, altına xətt çəkirəm, Yunan dilində bios həyat, logos elm deməkdir. Ümumiyyətlə logos hər yerdə elm olaraq görəcəksiniz. Yəni bu biosdan logosu hər yerdə demək olar ki, görəcəksiniz. Ona görə də əzbərləməyiniz daha rahat olacaq sizə. Uşaqlar, bayaq dediyim kimi, videonun əvvəlində də canlıları öyrənən bir elm idi. Bəs canlının nəyini öyrənir? Yəni hansı hissəsini öyrənir? Belə deyək də, canlı nədir? Bitki, heyvan, göbələklər və bakteriyalar, düzdür? Deməli, bu neçə aləmdir? 4 dənə. Bitki, heyvan, göbələk, bakteriya kimi canlı orqanizmlər deyirəm, amma cansız orqanizm demirəm. Bu 4 dənə canlı orqanizmin mənşəyini, quruluşunu, bir-biri ilə, ətraf mühiti ilə, yəni cansız təbiətlə bir-biri ilə əlaqəsini öyrənən elmdir. Həm belə deyək də, 2 dənə canlının bir-biri ilə əlaqəsini öyrənir, həm də ətrafı ilə, yəni onun iqlim şəraiti olsun, yəni müxtəlif ətraf şəraitinə əlaqəsini öyrənir. Baxın, bu şəkildə qeyd olunan biologiyanın sahələridir, əsas sahələrdir. Hansı ki, botanika, zoologiya, mikologiya, bakteriologiya, virusologiya, ekologiya. Çoxunun elə adına baxdıqda və ya da ki, şəklinə baxdıqda hansı elm sahəsi, belə deyək də, hansı aləmi öyrənir? Görə bilirik. Məsəl üçün, botanikanın qabağında çalışın göz yaddaşınızda olsun, yəni baxaraq da yadınızda saxlaya bilərsiniz. Botanikaya baxdıqda, botanin nədir? Ot, göyərti deməkdir bu arada. Qabaqda inşallah vurğulayacaq, onu keçəcəyik. Deməli, botanikanın qabağında gördüyünüz kimi nədir? Bitkidir. Yəni, botanika deməli nə öyrənir? Bitkilər aləmini öyrənir. Bu qədər. Zoologiyanın qabağında heyvan şəkli var. Deməli, zoologiya, zoon heyvan, logos elm deməkdir. Zoologiya deməli nəyi öyrənir? Heyvanlar aləmini öyrənir. Bu bir belə deyək də, zoonədir, yəni zoon nədir, belə deyək, mikos nədir, virus nədir? Bunları səsli formada izah edəcəm, şifahi formada deyəcəm sizə. Ancaq dərslik kitabında yazılı formada qeyd olunub. Ona görə burada qeyd eləməmişəm artıq əlavə olaraq. Deməli, botani, ot, göyərti, bitki deməkdir. Zoon, heyvan, logos, elm deməkdir. Deməli, heyvanlar aləmini öyrənir. Mikologiya, baxın şəkilə nədir? Göbələk. Deməli, mikos göbələkdir.
deməli nə öyrənir? Göbələklər aləmini öyrənir. Sonra keçirik bakteriologiya. Adından məlumdur. Bakteriologiya bakteriya, yəni bakteriyalar aləmini öyrənir. Amma bakteriyon mənası çubuq deməkdir uşaqlar. Çox uşaq bakteriyon mənasına bakteriya deyir. Xeyr, yəni belə deyək də, əslində uzaqdan biraz fikirləşsək ki, belə deyək, uyğunluq var. Amma çubuğu yadda saxlasanız daha yaxşı olar. Nə üçün çubuq? Çünki bakteriyanın formaları var, gələcəkdə keçəcək sizlə. Hətta ikinci fəsildə ondan danışacağam. Bu forması, birdən forması çubuq şəkillidirlər. Ona görə də çubuq adını veriblər. Yəni ona görə də bakteriyon çubuq deyirsiniz. Virusologiya isə virus latın dilindən götürülmüşdür. Elə viruslar aləmini öyrənir. Ekologiya. Oikos uşaqlar ev, yaşayış məskəni deməkdir. Deməli nə öyrənir? Canlının bir-biri ilə və ətraf mühitdə əlaqəsini öyrənir. Oikos nədir? Ev, yaşayış. Ev belə deyək də, təbiətdir, yəni bir çöl düşünün, ortada bir ev. Deməli belə deyək də, oikos nədir? Ev, yaşayışdır. Canlının həm bir-biri ilə, yəni içərdən, evin içərisini öyrənir, həm də evin xarici ilə əlaqəsini öyrənir. Həm bir-biri ilə, həm də ətraf mühitlə əlaqəsini öyrənir. Oikos deməli nə oldu? Ev, yaşayış məskəni. Uşaqlar, burada bir dənə virusologiya sözündə bayaq vurğuladım, latın dilindən götürülüb. Amma digər elm sahələrini hansı dildə götürüldüyünü vurğulamadım. Səbəb, bir dənə təkcə istisna virusdur ki, latın dilindən götürülüb. Qalan bütün elm sahələri Yunan dilindən götürülmüşdür. Bu qəbul sualına düşmüş sualdır. Virus sözü latın dilindən götürüldüyünü, digərləri isə, yəni orada sual səhv eləmirəmsə belə idi ki, biologiyanın hansı sahəsi latın dilindən götürülmüşdür. Orada cavab virusologiya idi. Çünki qalanları Yunan dilindən götürülüb, botanika, zoologiya, mikologiya, bakteriologiya, ekologiya bunlar Yunan dilidir. Virusologiya isə latın dilindən götürülmüşdür. Bura qədər aydın oldusa, indi keçək digər hissəyə. Gələk nəyə danışaq? Uşaqlar, biz bilirik ki, hər bir canlı nədənsə əmələ gəlir. Yəni insan belə deyək də, bütövlüyü birdən-birə orqan, bütün bədən yaranmadı ki, bu orqan nədən yarandı? Bu sistem nədən əmələ gəldi? Baxın, bundan danışaq. Hər bir şeyin başlanğıcında bir dənə balaca bir hissə olmalıdır. Belə düşünün də, bir dənə lövhə düşünün, ya da əlinizdə bir qələm varsa, bir kağız götürün. Bir dənə balaca nöqtə qoyun, düzdür? Nə qədər yanbayan nöqtə yığın, artıq nə olacaq? Düz bir dənə xətt olacaq. Yəni düz xətt nöqtələr yığınıdır. Yəni bu riyaziyyatda da faktdır. Yəni göstərilir ki, bir dənə düz xətt bir neçə dənə, yəni çoxlu nöqtələrin yığınından təşkil olunmuşdur. Yəni balaca bir şey böyük bir şey əmələ gətirə bilir. İndi bunu biologiya ilə bağlasaq. Bəs o bizim bədənimizi, böyük bir bədənimizi əmələ gətirən balaca kiçik hissə nədir? Hüceyrədir. Hüceyrə canlının ən kiçik quruluş, inkişaf və funksional vahididir. Kitabınızda quruluş ifadəsi verilib də. Digər hissələrini isə məsələn 9-cu sinifdə rast gəlinəcəksiniz, 8-ci sinifdə rast gəlinəcəksiniz. Yəni mənşə və funksional vahid olmasına. Ona görə mən indidən üçünü də deyirəm, şagirdlərimə də elə öyrədirəm. Üçün deyirəm ki, yadında saxlasa nə gözəl. Yəni digər dərsliklər öyrənəndə ondan rahat olacaq. Belə deyək, rahat olacaq gələcəkdə. Deməli hüceyrə canlının həm quruluşunu öyrəndi, yəni nədən əmələ gəldiyini, həm mənşəyini öyrəndi, həm də funksional vahidi olduğunu. Yəni belə deyək də, öyrəndi deyəndə ki, yəni hüceyrə canlının həm quruluşudur, həm inkişafıdır, həm də funksional vahididir. İndi bəs bu balaca hüceyrələr, yəni nöqtələr deyəlim, birləşdi nəyə əmələ gətirir? Toxumaları əmələ gətirir. Baxın, bu şəkildə ardıcıllıq var ha. Bunlar hamısı birləşir, bir-birini əmələ gətirir. Hüceyrə deməli nə oldu? Birləşdi, toxumaları əmələ gətirdi. Toxumalar isə məsələn, baxın, bitkilərdə 6 dənə toxuma var, heyvanlarda 4 dənə toxuma var. Bura çox dəyinmirəm, gələcəkdə inşallah izah edəcək sizə. Hüceyrə birləşdi, toxumanı əmələ gətirdi. Toxuma da öz növbəsində birləşərək orqan əmələ gətirir. Orqan bildiyimiz mədədir, bağırsaqdır, dildir, başqa nə deyim sizə, ürəkdir. Bunlar yəni ağciyərdir. Bunlar orqanlarımızdır. Fakt.
bir-birinə orqanlarımız. Yəni toxuma birləşdi, orqan əmələ gətirdi. Yaxşı, orqanlar, bu neçə dənə orqanımız birləşir, nə əmələ gətirir? Bir sistem əmələ gətirəcək. Baxın, eyni növ tutaq ki, kompüterlər yığırsınız. Məsəl üçün deyirəm, mən yenə sadə bir nümunə. Bu 3 dənə kompüteri yığırsınız, bir-birinin şəbəkələrini əlaqələndirirsiniz, müəyyən bir sistem əlavə edirsiniz. Yəni bu hamısı birləşir, müəyyən bir sistemdə. Bu da olur orqanlar sistemi. Uşaqlar, bunu yadda saxlayın. Bizim 10 dənə orqanlar sistemimiz var. Sistem deyəndə nəyi nəzərdə tuturam? Məsəl üçün, həzm sisteminə aiddir, mədədir, bir çox orqanlarımıza aiddir və bu hamısı bir yerdə həzm sistemini əmələ gətirir. Tənəffüs sisteminə ağciyərdir, digər orqanlarımız birləşərək bir yerdə tənəffüs sistemini əmələ gətirir. Yəni neçə dənə orqan birləşir, nəyə əmələ gətirdi? Müəyyən bir sistem əmələ gətirdi. Bu orqanlar sistemi də öz növbəsində birləşərək tam bir vahid orqanizmi, yəni canlını əmələ gətirir. Ardıcılığı bir də deyirəm. Hüceyrə birləşir toxumanı, toxuma birləşir orqanı, orqan birləşir orqanlar sisteminə, orqanlar sistemi də tam bir vahid orqanizmi əmələ gətirir. İndi keçək nəyə? Bu arada mən sizə burada vurğulamaq istədiyim, bundan əlavə nədir? Orada dərsinizdə də qeyd olunub maddələr mübadiləsisi. Nə demək istəyirəm? Uşaqlar, biz bilirik ki, canlılar nahar nəsil törətmə qabiliyyətinə malikdir və belə deyək, ilk öncə dünyaya gəldikdən sonra başlayırlar, böyüyürlər, inkişaf edirlər, qidalanaraq böyüyürlər, daha doğrusu düzdür, hərəkət edirlər. Yəni bir çox funksiyalar yerinə yetirir də bu canlı ta ki, belə deyək, ana bətnindən ölənə qədər. Yəni ontogenes dövrünə qədər, ontogenes dövrü. Yəni belə deyim də uşaqlar, ontogenes maylanma ölənə qədər olan dövrdür də. İndi belə deyək, canlılar dedik, həm böyüdü, inkişaf elədi və sonra qocalır və ölür, düzdür? Və bu zaman dediyim kimi bir çox funksiyalar yerinə yetirir. Onlardan biri də maddələr mübadiləsidir. Maddələr mübadiləsi uşaqlar 3 şeyə aiddir maddələr mübadiləsinə. Qidalanma, tənəffüs, ifrazat. Baxın, qidalanma, tənəffüs, ifrazat. Hansı ki, canlı buna yerinə yetirir, axı qidalananlar tənəffüs edir, ifrazat edir, düzdür? Bunlar maddələr mübadiləsidir. Bu üçü birləşərək maddələr mübadiləsini əmələ gətirir. Bəs maddələr mübadiləsinin tərifində nə deyilir? Canlının ətraf mühitinə, orqanizmə qidanın qəbulu və ifrazı. Baxın, tənəffüsün adı zaten belə deyək, tərifdə verilmir. Deyir ki, canlı nə aparır? Orqanizminə qidanı qəbul elədi, yəni qidalandı. Sonra nə var? Həzm etdikdən sonra ifraz edir. İfrazat sistemi düzdür, yəni qidalanma və ifrazat. Və ortasına bir dənə də plus tənəffüs əlavə edirsiniz. Sizə desələr ki, maddələr mübadiləsini hansılar əmələ gətirir? Yəni maddələr mübadiləsi hansılardır? Qeyd edəcəksiniz, qidalanma, tənəffüs, ifrazat. Tərifini olaraq soruşsalar, deyə bilərsiniz ki, canlının ətraf mühitinə, orqanizmə qidanın qəbulu və onun xaric olunması, yəni lazımsız məhsulların xaric olunması. Bu ifrazatdır. Yəni maddələr mübadiləsinin tərifidir. İndi bayaq dedik ki, canlının əsas əlamətləri böyümə, inkişaf idi, hərəkətlilik dedik, çoxalmadır, maddələr mübadiləsi, baxın, qidalanma, tənəffüs, ifrazat verilib. Bir də ki, qıcığa cavab vermə. Uşaqlar, belə deyək də, yəni hər hansı bir yoldaşınızı düşünün, qrup yoldaşınızdır. Bu sizə belə deyək, xoşa gəlməyən bir söz ifadə edir, düzdür? Bir söz işlədir sizə. Sizin nə olur? Qıcığınıza gəlir, düzdür bu söz? Yəni sizə xoş gəlmir. Siz də tez ona bir cavab reaksiyası verirsiniz. Bu nədir? Qıcığa cavab vermə. Baxın, siz onun sözünə qıcıqlandınız və ona cavab verdiniz. Yəni bu sadəcə qıcığa cavab vermədir. İndi buradakı şəkildə nə demək istəmişəm? Daha doğrusu kitab bizə nə demək istəyir? Uşaqlar, bir şəkildə heyvanı görürük ki, nəyi qəbul edir, nəyə xaric edir. Digər tərəfdə bitkiləri görürük. Biz sizlə heyvanla indi bitkiləri fərqləndirəcəyik. Baxın, burada heyvanda gördüyünüz kimi, o sarı oxla göstərilən heyvana tərəf, yəni heyvan onu alır, təbiətdən onu alır. Mavi oxla göstərilən isə, yəni onu təbiətə verir. Həmçinin bitkidə də. İndi gəlin heyvandan baxaq. Elə biz özümüz də, insanlar da bilirik ki, heyvanlar aləminə aidik. Deməli, biz nəyi qəbul edirik uşaqlar? Ən başda axla gələn oksigen qazı. Oksigeni qəbul elədim. Yaxşı, mən bəs qidalanıb həm də su qəbul eləməli deyiləm.
eləməliyəm. Həm qidalandım, həm də suyumu qəbul elədim. Yaxşı, bəs biz həmçinin qidadan olsun və ya digər müxtəlif vasitələrdən biz həm də mineral maddələr də qəbul edirik, düzdür? Mineral duzlar. Deməli, insan suyu, qida maddəsini, mineral duzları və oksigen qazını qəbul edir heyvanlar. Sonra nəyə xaric edir? Uşaqlar, oksigeni alırıqsa karbonu verəcəyik. Oksigen aldım, karbonu verdim. Qida maddəni qəbul elədiyimizdə axı lazımsız maddə də var. O qida maddə məndə həzm olundu. Lazımsız maddələr də var. Onları da xaric eləməliyəm. Yəni həzm olmamış qalıqlar. Lazımsız maddələri də qida qalıqlarını xaric elədim. Suyu da almışdım axı. Su mənim bədənimdə yığıla bilməz. Suyu da nə? Su buxar vasitəsilə xaric eləməliyəm. Deməli, nəyi alıramsa əslində verirəm mən ona. Suyu aldım, su buxarını verdim, qidanı aldım, həzm olunmamış qidanı verdim. Daha sonra oksigeni aldım, karbonu verdim. Soruşsunuz niyə mineral duzlar? Mineral duzlar ümumiyyətlə buxarlanmır, yəni orada buxarlanan su olur. İndi keçək bitkilərə. Uşaqlar, bitkilər günəş işığının altında, baxın orada gördüyünüz kimi, bitki deyəndə ağla fotosintez prosesi gəlir. Fotosintez prosesi nədir? Yaşıl bitkilərdə, yəni yaşıl rəng olan canlılarda rast gəlinən funksiyadır, hansı ki, günəş işığında fotosintez prosesini, oksigenin, indi orada çox toxunmaq istəmirəm, yəni günəş işığı altında baş verdiyinizi bilin də qısacası. İndi günəş işığının altında, ona görə orada işıq var. Günəş işığının altında. Bitki nəyə qəbul edir? Uşaqlar, biz bitki bilirik ki, həm karbon qazını qəbul edir. Baxın, yəni uşaqlıqdan bəri bizə öyrədilən bitki karbon qazını qəbul edir. Okay, biz bilirik ki, bitki karbon qazını qəbul edir. Nə üçün? Fotosintez üçün. Və bizə oksigen qazı verir, düzdür? Yəni biz nə ara təmiz oksigen qazını əldə edə bilək ki? Yaxşı, bəs bu bitki karbonu alıb oksigeni versə, bu o deməkdir ki, bu karbonla tənəffüs edir? Xeyr. Bu həmçinin öz tənəffüsü üçün oksigeni də alır. Biz necə öz tənəffüsümüz üçün oksigeni almırıq? Bitki nə alır? Həm özünü düşünür, həm digər canlını düşünür. Deyir ki, mən digər canlı üçün fotosintez prosesini yerinə yetirəcəm. Yəni karbonu alıb oksigeni verəcəm. Amma bəs mən özüm də sağlam olmalıyam, özüm də yaşamalıyam. Özümü yaşamalı üçünsə mənə oksigen lazımdır. Yəni oksigeni alıb karbonu da verəcəm. Deməli bitki oksigeni də alır, karbonu da alır. Elə oksigeni də verir, karbonu da verir. Oksigeni alıb karbonu verir, karbonu alıb oksigeni verir. Aydın oldu bu. Yaxşı. Bəs bitkilər, biz bilirik ki, onlar qida deyilən, yəni qidalanma deyəndə daha doğrusu su və mineral duzlar qəbul edirlər. Yəni əlavə bir qida demirik ora. Sadəcə su və mineral duzlar deyirik. Elə bayaq heyvanda dediyim kimi suyu alırsa su buxarını da verəcək, amma mineral duzlar ordadır. Buna qədər aydındırsa, keçək. Mən bu hissələrə hansı ki, müasir sistematikadır, insanların sistematikasıdır. Burada belə deyək, qısaca izah eləmək istəyirəm ki, vaxtımız çox olmasın, amma yenə də toxunacağam. Dediyim kimi dərsliyə diqqət yetirəsiniz. Uşaqlar, burada nə demək istəyirəm? Yəni kitab bizə nə demək istəyib? Bu alimlərin adlarına diqqət yetirəsiniz. 10-cu, 9-cu siniflərdə alimlər adlarını biraz çox eşidəcəyik, nəinki indiki siniflərdə. Ona görə indi siniflərdə hansı alimlərin adlarını bilirsinizsə, qəşəng əzbərləməyə çalışın. Situasiya sualı kimi düşə bilər sizə. Uşaqlar, Karl Linney bilirik ki, alimdir. Hansı ki, bu alim bəs biologiyada, yəni nəyi belə deyək, biologiya elminə əlavə elədi? 2 qat latın adlarını. Yəni sizdən soruşsa elmə gətirən kimdir? Deyəcəksiniz ki, Karl Linney. Demək, Karl Linney sələfləri tərəfindən. Baxın, hər bir növü adlandırmaq üçün sələfləri tərəfindən təklif olunan 2 qat latın adlarını elmə daxil etmişdir. Yəni sələfləri tərəfindən təklif olunub bu. Burada bir növ verilib Canis familiaris. Ev itidir. Uşaqlar, belə deyək də, bu latıncadır, bu Canis familiaris sözü də. Burada Azərbaycan dilində, yəni bizim dilimizdə fərqlidir. Latın dilində tamamilə fərqli. Nə demək istəyirəm? Fərqli, nəyə demək istəyirəm? Birinci söz gələn bir ilk söz, o birinci söz orqanizmin hansı cinsə mənsub olduğunu göstərir. Birinci ilə ikinci isə bir yerdə. O növə aiddir. Yəni sizdən soruşsa, belə bir sual verirsə, məsələn, tam ki, Canis familiaris evit olmasın, başqa bir şey ola bilər. Orada desək ki, baxın, latınca adını görəcəksiniz. Soruşsa ki,
Cins hansıdır, növ hansıdır? Cins birinci sözü götürəcəksiniz. İlk söz cinsidir. Növü deyiləndə isə ikincini götürməyin uşaqlar. Yəni ümumi sözü götürün. Birincini, ikincini götürürsünüz. Yaxşı, çox uşaq bunu qarışdırır. Bura diqqət edin. Sistematikanın ən kiçik quruluş vahidi növdür. Quruluş vahidi növdür. Ümumiyyətlə burada heyvanlar və bitkilərin sistematikası verilib. Uşaqlar, bir var əvvəlcədən mövzulan sistematika, bir də var müasir sistematika. Müasir sistematikada canlının quruluş xüsusiyyətləri və qohumluq əlaqələri əsas götürülür. Həm quruluş, həm qohumluq. Qohumluğun altına xətt çəkin, bu yadda qalsın. Müasir sistematikada quruluş və qohumluq əlaqələri əsas götürülür. Ümumiyyətlə uşaqlar, belə deyək də, hər bir şey sadədən mürəkkəbə doğru irəliləyir. Yəni ibtidaidən aliyə. Baxın, ikisini də deyə bilərsiniz. Sadə ibtidai, yəni sadə və ya ibtidai, ali və ya da ki, mürəkkəb. Deməli, sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru gedir. Sadəsi nədir? Növdür. Yəni aşağıdan yuxarı uşaqlar deyəcək ki, ardıcıllıq belə gedir. Yəni sadədən mürəkkəbə aşağıdan yuxarıdır. Aşağı sadəsidir, aləm mürəkkəbidir. Növ onun ibtidaisidir, aləm onun alisidir. Deməli, oxşar növlər oxşar cinslərdə, oxşar cinslər oxşar fəsilələrdə, oxşar fəsilələr bitkilərdə oxşar sırada belə birləşərək, yəni yerləşir. Yəni oxşar növ oxşar cinsdə yerləşir. Bu qədər. Ardıcılığı aşağıdan yuxarı bilsəniz, yəni sizə necə rahatdırsa elə öyrənin. Amma tövsiyəm aşağıdan yuxarı bilməyinizdir. Aşağıdan yuxarı bilsəniz, hansından sonra hansı əmələ gəlir biləcəksiniz. Yəni oxşar növlər birləşir, oxşar cinslər əmələ gətirir. Bu qədər. Burada necə yadda saxlamanızı tövsiyə edərdim. Növ, cins, fəsilə hər üçündə eynidir. Düzdür? Baxın. S, növ, cins, fəsilə, s-dan gedirəm. Birinci, belə deyək də, əlifbə sırasında bitkilərdən danışıram. I gəlir, yoxsa i? Təbii ki də I. I-dan sonra i gəlir, düzdür? Deməli, sıra, sinif. Aydın oldu, I. Sıra, sinif. Növ, cins, fəsilə. Sıra, sinif. S-dan sonra nə gəlir? Ş. Şöbə, aləm. Bitdi. Aydın oldu bitkilər. İndi keçək heyvanlara. Yenə növ, cins, fəsilə. Yenə s ilə gedirəm. Fəsilə, dəstə, baxın sıra yox, dəstə, sinif olduğu kimi qalır. Tip, aləm. Yəni bitkilərlə heyvanların fərqi. Bitkilərdə sıradır, heyvanlarda dəstədir. Bitkilərdə şöbədir, heyvanlarda tipdir. Tipi belə deyək də, tip fakültəsi kimi yadda saxlaya bilərsiniz. Tip heyvanlardır. Bu belə. Bu həmin belə deyək, indi bu sistematikada, bax, bu heyvanlar sistematikasındadır. Axı insan özü də heyvanlar aləminə aiddir. Bu heyvanlar aləmində qruplaşdırırlar. Deməli, bilirik ki, biz insanlar heyvanlar aləminə aidik. Xordallar tipiyik, məməlilər sinifiyik. Niyə xordallar tipiyik soruşsaq, niyə tipin adı xordalıdır? Çünki belə deyək də, insan bədənində yəni dünyaya gəldikdən sonra xorda əmələ gəlmişdi. Ona görə də ona xordalılar tipi deyirik. Məməlilər sinifi adlandırılmasının səbəbi məsələn sizdə topluluqda hətta 7-ci sinifdə suallarda var ki, məməlilər sinifi, yəni məməlilər nə ilə fərqlənir digərlərindən? Ana balasını südlə bəslədiyinə görə məməlilər sinifi adlandırılır. Əsas başlıca fərqləri elə ana balasını südlə bəsləməsidir. Daha sonra keçirik primatlar dəstəsinə. Primatlar dəstəsi, elbəttə ki, meymunlar dəstəsi. Yəni biz belə deyək də, insana bənzər meymunlarla oxşarlıq təşkil olunur. Fərqliliklər də var, ən çox oxşarlıqlar da var. Ona görə primatlar dəstəsinə aidik. Hominidlər fəsiləsi, homo insan deməkdir, insan cinsinə aiddir. Baxın, gördünüz, homonu insan götürür, yəni birinci söz cins götürdü. Homo sapiens dərrakəli insanı növ götürdü. Təkcə sapiensi götürmür, homo sapiensi götürür. Çox insan buna bacarıqlı insan deyir, amma burada dərrakəli insan adı ilə verilir. Ümumiyyətlə uşaqlar, belə deyək də, insanlar həm bioloji varlıqdır, həm sosial varlıqdır. Bioloji varlıq nədir? Sosial varlıq nədir? Biz bilirik ki, ümumiyyətlə insan, heyvan özü biolojidir. Heyvanla insanlar biolojidir. Heyvan sosial ola bilməz.
Sadəcə insan sosial ola bilər. Deməli, insan həm bioloji, həm sosialdır, heyvan isə təkcə biolojidir. Bioloji varlıq deyiləndə nəyi nəzərdə tuturuq? Qidalanmasıdır, ifrazatdır, tənəffüsdür. Yəni bunlar bioloji varlıqlardır. Amma sosial varlıq deyəndə nəyi nəzərdə tuturuq? Hansı ki biz ə, sosial varlıq deyildikdə isə uşaqlar belə deyirik ki, elə burada da vurğulamışam ki, əmək, ictimai həyat dərsi, nitq, təfəkkür. Nə demək istəyirəm? Uşaqlar, ilk öncə insanlar belə ki, əmək alətlərini tapmışdılar. Yəni insan niyə heyvan ola bilməz? İnsan əmək alətini tapır. Düzdür? Belə deyək də bir taxta tapır, düzdür? Başlayır yeri şumlayır. Gör ki, bu yəni yerə vurur, görür ki, bu yeri yazmaq, yəni funksiyası var. Amma gör ki, əlini əzir, düzdür? Yəni ona bir dənə belə deyək də, başlıq əlavə edir ki, düzəldir onu ki, onun əlini əzməsin. Üzr istəyirəm. Yavaş-yavaş, yəni zaman-zaman artıq o bir alətə çevrilir. Alət yaradır. Heyvanlar isə onu yarada bilməz. Əmək alətindən istifadə edə bilər. Taxtanı götürüb yerə qaza bilər. Amma onun ağlına gəlməz ki, mən bunu əlimə əzməyəcək formada bir alət düzəldim. Yəni ona görə heyvanlar sosial varlıq ola bilməz, amma insanlar ola bilər. Bu bir fərqidir. Yəni əsas fərqi əməklə bağlıdır. Yəni hər şey əməkdən formalaşır. Mən əməyimlə düzdür, nəyisə ixtira edə bildim. Düz əmək aləti düzəltdim. Mən bunu belə deyək də, düzəltdikdən sonra harda düzəldirəm? İctimai həyat dərsində. Ardıcılığı, yəni belə deyək də, bir sadə nümunə ilə sizə ardıcılığı yadda saxlatmağı öyrətmək istəyirəm ki, bunlar sosialdır deyə. Deməli, əməyim var, harda? İctimai həyat dərsində yaşayıram mən. İctimai həyat dərsində yaşayıramsa, nə qədər adam demək ictimai həyat dərsindədir, nə qədər çoxlu insanın olduğu bir yer deməkdir, düzdür? Və mən o insanlara əlaqədə olmalıyam, dərdimi anlatmalıyam ən azından. Nə formalaşır deməli? Nitq formalaşır. Əgər mənim nitqim formalaşdı, okey, mən danışdım artıq, öz dilimi kəşf elədim, danışdım. Mənim nəyim var? Təfəkkürüm yanacaq, mücərrəd təfəkkürüm inkişaf edəcək və artıq mən başlayacağam xəyallar qurmağa, mücərrəd təfəkkürüm deməli nə oldu mənim? İnkişaf elədi. Amma heyvanda o yoxdur. Ona görə bu dördü sosial varlıq olaraq götürülür. Dərsimiz bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizə çox yararlı olub bu dərs. Davamının gəlməyini istəyirsinizsə, xahiş edirəm bəyənməyi, abunə olmağı və öz fikirlərinizi şərhlərdə yazmağınızı xahiş edirəm. Hələlik sizə bol uğurlar.